Tətbiq etdiyimiz tonal krem üzümüzdə bu formada da qala bilər. Bu isə nəticə. Əgər dəriniz qurudursa, tonerlə yaxşı silirik. Daha sonra booster serum. Bu makyajı sizin üzünüzdə daha gözəl göstərəcək. İstənilən bir tonal kremə BB krem istifadə edəcəm. Bunu öncədən də göstərmişdim. Daha sonra ona süd görünümlü məhsulu qataraq qarışdırırıq. Üzümüzə tətbiq edirik. Daha sonra süngər ilə kremi dərimizdə yayırıq və ya hər hansı tint öncə əlimizə, sonra yanağımıza. Sonda isə əgər ehtiyac olarsa transparan kirşan ilə sabitləyirik. Bu isə nəticə. Tonal kremin üzünüzdə yaxşı qalması sizdən asılıdır. Əgər yaxşı tətbiq edilsə, düzgün məhsullarla tonal krem sizin üzdə bu formada, çox təbii formada qala bilər. İstər tonal krem, istər BB krem. Dərisi çox quru və yağlı olanlar bu üsulu mütləq yoxlasın.